Herkese yeni bir videodan hamıya salamlar dostlar. Bu günləri sizlərlə birlikdə FC Mobile'da paket açılımı edəcək və ilk paketi mən aldım bu dəqiqə və üçündən biri siz kampaniyası hələ də davam edir. Və bizim qarşımıza burada 3 oyuncu qoydu. Biri Hulum'dur, Sporting'in yarım müdafiəçisi. Biri Singo'dur, Monaco'nun stoperi. Bir də Braziliya, Serie A'da oynayan Ederson'dur. Biz təbii ki Ederson alacağıq, çünki bizə orta saha lazımdır. Bəli. Aldıq bu dəqiqə. Takas sisteminə də belə bir oyuncular gəlib. Baxın, edə bilərsiniz, yəni takaslar. Şakadır, Kipembe'dir, De Bruyne'dir, Mateus. Ən əsası burada Mateus'dur. Bunu almağınızı tövsiyə edirəm. Bir də ki dostlar, burada belə bir kampanya var. 80 milyon jeton qarşılığında 104-dən 109'luq oyuncu çıxara bilərsiniz. Görüm oyuncu sata bilsəm alarıq. Yox, bu dəqiqə yəni edə bilmərik. Çox təəssüflər olsun ki. Aha dostlar, yenə də açacağıq o paketdən, yenə də burada 1 milyon qəpiyimizi də alaq, jeton daha doğrusu. Aha, hardaydı o önə çıxan? Baxın dostlar, buradan çox pulsuz bir şeydir, yəni bu. Açaq baxaq. İndi mən açıb gələcəm. Deməli dostlar, gəldik və aldım mən bunu bu dəqiqə paketi aldım və inşallah yəni düzgün bir oyuncu çıxarda bilərik. Haydi bismillah, görək nə çıxacaq. Aha. İngiltərə. This is dedicated to the niggas that was down from day one. Welcome to Center. Yes! 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 Kane. Dostlar, Kane çıxartdıq. 108'lik Kane çıxartdıq. Vay 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 vay. Yenə də açırıq dostlar. Bitmir ki bitmir. İlk öncəliklə burada bir şey dəyişikliklər eləyim mən. Kane'i qoyduq uşaqlar bura. Kane buradadır. Rafinha, Kane, Hazard üçlüsü. Aha, yenidən bizim bir pulsuz bir oyuncu çıxartma haqqımız var bizim. Hətta Endrick'i də ala bilərik burada. Doğrudan Endrick'i də götürək buradan. Bunu da satarıq. Yaxşı, bunu da satarıq. Onu da sata bilsək satarıq. Görə, bu günlərin nəsə pulsuzlar yığılıb ancaq. Nə verdi? Yaxşıdır yenə də. Sezon kutlaması hardaydı o? Utoç. Bəli dostlar, bu dəqiqə 100-dən 109'luq oyuncu. 4'ündən birini seçmə haqqımız var. Uşaqlar, deməli ilk oyuncumuz uy. Zazagi'ni seçəcəm, Zazagi. Bəli, onu ayla. Neyse dostlar, bugünlük bu qədər. İnşallah gələn bölümlərdə görüşmək ümidi ilə. Əgər belə bir bölümlərin, FIFA bölümlərinin davam etməsini istəyirsinizsə, videoya like atıb kanala da abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.